Salam hörmətli dinləyicilər, İqtisadi Həftə verilişi efirdədir. Həftənin əsas iqtisadi xəbərlərini sizə mən Orxan Məmmədov çatdıracağam. Daha sonra verilişimizi studiyamızın qonağı ilə davam edəcəyik. Son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir. Bu sözləri Prezident İlham Əliyev kənd təsərrüfatı məsələlərinə dair həsr olunmuş müşavirədə deyib. Dövlət başçısı bildirib ki, kənd təsərrüfatının inkişafına dair yeni dövlət proqramının hazırlanmasını tapşırıb. Proqram həm dövlət investisiyaları, həm də özəl sektor tərəfindən cəlb ediləcək investisiyalarını özündə ehtiva etməlidir. Mən əminəm ki, bu proqram icra ediləndən sonra bizim əsas hədəflərimiz tam yerinə yetiriləcəkdir. Bugün dünyada gedən meyllər kənd təsərrüfatının istehsalına da mənfi təsir göstərir. Müharibələr, münaqişələr, nəqliyyat zəncirlərinin qırılması, enerji sektorundakı böhran, yanacaqla bağlı olan müəyyən çətinliklər bir çox ənənəvi istehsalçıları çətin vəziyyətə qoymuşdur və bunu nəzərə alaraq əlbəttə ki, hər bir ölkə öz ərzaq təhlükəsizliyi haqqında düşünməlidir və konkret addımlar atmalıdır. Prezident İlham Əliyev vurğulayıb ki, 2026-2030-cu illəri əhatə edən dövlət proqramının icrasında özəl sektor nümayəndələrinin də xüsusi rolu olmalıdır. Burada biznes nümayəndələrinin əlbəttə ki, məsuliyyəti ön planda olmalıdır. Öz ölkələrinə olan bağlılıq və sərmayə qoyuluşu üçün daha münbit şərait olmalıdır. Əlbəttə ki, müxtəlif mexanizmlərdən də biz istifadə edəcəyik. Həm güzəştli kreditlər, həm digər alətlərdən istifadə etməliyik ki, Azərbaycan sahibkarlarının kənd təsərrüfatının inkişafına, sərmayə qoyulmasına daha böyük həcmdə nail olaq və eyni zamanda xarici investorları da biz həm məlumatlandırmalıyıq, həm də təşviq etməliyik. Çünki bugün bizim beynəlxalq əlaqələrimiz çox genişdir. Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı ildən ilə artır. Bizim çox yüksək reputasiyamız var dünya miqyasında, çox müsbət imicimiz var. Azərbaycan artıq dünyada orta gücə malik olan dövlət kimi tanınır və bir çox ölkələrin şirkətləri bizimlə əməkdaşlıq etmək istəyirlər müxtəlif sahələrdə. Və biz əlbəttə ki, bütün şirkətlərə, o cümlədən xarici investorlara qanun çərçivəsində lazımi şərait yaradırıq. Ancaq eyni zamanda xarici şirkətləri bizə lazım olan sahələrə biz cəlb etməliyik. Prezident İlham Əliyev Xocalı şəhərində Qarabağ Tekstil evi MMC-nin açılışında iştirak edib, Türkiyə və Çin texnologiyalarının quraşdırıldığı müəssisədə il ərzində 1,4 milyon ədəd tekstil məhsulu istehsal olunacaq. İlkin mərhələdə müəssisədə müxtəlif çeşiddə və ölçülərdə ev tekstili məhsulları, o cümlədən yataq dəsti, çarpayı və divan örtüyü, dəsmal və digər məhsulların istehsalı nəzərdə tutulur. Məhsullar daxili bazarın tələbatını ödəməklə yanaşı ixrac ediləcək. Müəssisədə 85 nəfər daimi işlə təmin olunub ki, onlar da əsasən işğaldan azad edilmiş ərazilərə qayıdan və ətraf rayonlarda yaşayan vətəndaşlardır. İstehsal müəssisəsinin ilkin investisiya dəyəri 4,2 milyon manatdır. Onun yaradılmasına İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən 3,2 milyon manat məbləğində güzəştli kredit ayrılıb, 1 milyon manat isə özəl investisiyaya yönləndirilib. Müəssisə işğaldan azad edilmiş ərazilərin rezidentləri üçün nəzərdə tutulan bütün güzəşt və azad olmalardan yararlanacaq. Prezident İlham Əliyev Xankəndidə GP Safety MMC-nin iş əlcəkləri istehsalı müəssisəsinin açılışında da iştirak edib. Burada müxtəlif təyinatlı 4 növdə iş əlcəkləri istehsal ediləcək. Müəssisənin illik istehsal gücü 25 milyon cüt əlcəkdir.
məhsullar daxili bazarın tələbatını ödəmək üçün nəzərdə tutulur. Gələcəkdə isə onların Avropa bazarına ixracı da planlaşdırılır. Burada 35 nəfər işlə təmin olunacaq. Müəssisənin investisiya həcmi 3,5 milyon manatdır. Onun yaradılmasına İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən 1 milyon manat güzəştli kredit ayrılıb. Bundan başqa investisiya təşviqi sənədi əsasında ixal olunan texnika və avadanlıqlar üzrə 238 min manat ƏDV-dən azad olma tətbiq edilib. Bugün Azərbaycanın makroiqtisadi və makrofiskal sabitliyi, dayanıqlığı tam qorunur. Maliyyə naziri Sahil Babayev Azərtaca və ASTV-yə məxsusi müsahibəsində bunu söyləyib. Bildirib ki, 4 ayın nəticələrinə görə ümumi daxili məhsul təqribən 40 milyard manat olub. Həmçinin Azərbaycanın qeyri-neft ümumi daxili məhsulu real rəqəmlərlə götürdükdə 0,7% artıb. Nazir qeyd edib ki, büdcə proqnozlarının icrası da uğurla davam edir. Belə ki, ölkənin gəlirləri cari ilin 4 ay ərzində 13,6 milyard manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə təqribən 100 milyon manat artıqdır. Sahil Babayevin sözlərinə görə büdcə siyasətinin əsas istiqamətlərindən biri məhz qeyri-neft gəlirlərinin artırılması idi. Cari ildə bizim qeyri-neft gəlirlərimiz proqnoza nisbətən təqribən 77 milyon manat artıq icra olunub. Əvvəlki ilə 2025-ci ilə nisbətən isə bu 5%, 372 milyon manat çoxdur deyə Maliyyə naziri bildirib. Yanvar-aprel aylarında Azərbaycandan Türkiyəyə 1 milyard 82 milyon 589,12 min dollar dəyərində mal ixrac olunub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,9% və ya 55 milyon 842,44 min dollar azalma deməkdir. Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. Hesabat dövrü ərzində Azərbaycan Türkiyədən 765 milyon 70,78 min dollar dəyərində mal idxal edib ki, bu da illik müqayisədə 5,7% və ya 46 milyon 323,37 min dollar azdır. Hesabata əsasən bu göstəricilər Azərbaycanın ümumi ixracının 9,11%-ni, ümumi idxalının isə 13,85%-ni təşkil edib. Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında imzalanmış hərtərəfli iqtisadi tərəfdaşlıq sazişi qüvvəyə minib. Sənəd, ticarət və investisiya əlaqələrinin dərinləşdirilməsi, təchizat zəncirlərinin dayanıqlığının artırılması, rəqəmsal iqtisadiyyat üzrə əməkdaşlığın genişləndirilməsi, biznes subyektləri üçün daha əlverişli və şəffaf mühitin formalaşdırılması üçün yeni imkanlar açır. Romada SOCAR İtaliya şirkətinin rəsmi təqdimatı olub. Təqdimat SOCAR-ın prezidenti Rövşən Nəcəfin İtaliya səfəri çərçivəsində 28 may Müstəqillik Günü münasibəti ilə Romada təşkil olunan rəsmi qəbul zamanı baş tutub. Tədbirdə çıxış edən SOCAR prezidenti ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan müstəqil Azərbaycanın prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə keçdiyi inkişaf yolundan əldə etdiyi tarixi nailiyyətlərdən bəhs edib. Azərbaycanla İtaliya arasında münasibətlərin ötən illər ərzində qarşılıqlı etimad və sıx əməkdaşlıq əsasında inkişaf etdiyini bildirən Rövşən Nəcəf, əlaqələrin bu gün də dinamik şəkildə genişləndiyini, qarşılıqlı faydalı tərəfdaşlığın digər sahələrlə yanaşı enerji sektorunda da uğurla dərinləşdirildiyini qeyd edib. Rövşən Nəcəf SOCAR İtaliya şirkətinin rəsmi fəaliyyətə başlamasının, həmçinin SOCAR tərəfindən İtalyanı Petroli şirkətinin səhmlərinin alınmasının ölkələrimiz arasındakı uğurlu əməkdaşlığın göstəricisi olduğunu bildirib. 6 illik fasilədən sonra Bakı-Tbilisi-Bakı qatarı yenidən fəaliyyətə başlayıb. Mayın 26-sında saat 8:41-də ilk qatar Tbilisiyə çatıb. Bakı-Tbilisi-Bakı sərnişin qatarının hərəkətinin bərpası Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi ilə Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi arasında bağlanmış razılaşmaya əsasən hər gün həyata keçiriləcək. Qatar saat 23:10-da Bakıdan Tbilisiyə yola düşür və ertəsi gün saat 8:41-də təyinat nöqtəsinə çatır. Tbilisidən Bakıya gedən qatar isə saat 21:00-da yola düşür və ertəsi gün saat 6:24-də Bakıya çatır. Reysə Azərbaycan Dəmir Yollarına məxsus Stadler qatarı xidmət göstərəcək. İyunun 2-sində Gürcüstanda Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılış mərasimi keçiriləcək. Azərtac xəbər verir ki,
Axalkalaki dəmir yolu stansiyasında keçiriləcək mərasimdə Gürcüstan, Azərbaycan və Türkiyədən rəsmi şəxslərin iştirakı nəzərdə tutulur. Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmir yolunun ümumi uzunluğu 827 kilometrdir. Layihənin Gürcüstan hissəsinin tikintisi Azərbaycan tərəfindən ayrılmış 775 milyon dollar kredit hesabına maliyyələşdirilib. Kreditin layihədən əldə olunacaq gəlirlər hesabına qaytarılması planlaşdırılır. Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. 4 vaqondan ibarət çəkisi 280 ton olan buğda və 4 vaqondan ibarət çəkisi 277 ton olan gübrə 29 may tarixində Biləcəri stansiyasından Böyük Kəsi istiqamətinə göndərilib. İndiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 28 min tondan çox taxıl, 4 min tondan çox gübrə, 133 ton alüminium və 68 ton qarabaşaq göndərilib. Tranzitlə yanaşı Azərbaycandan Ermənistana neft məhsulları da ixrac olunur. İndiyədək Azərbaycandan Ermənistana 10 min tondan çox dizel, 979 ton AE92 benzini və 2955 ton AE95 benzini ixrac olunub. 2026-cı ilin 1-ci rübündə İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye zonalarında istehsalın həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 12,2% artaraq 883 milyon manata çatıb. Bu dövrdə istehsal olunan məhsulların 259 milyon manatlıq hissəsi ixrac edilib. Sənaye zonalarına isə 158,7 milyon manat investisiya yatırılıb. Fiziki şəxslərin əmanətlərinin 69,8% və ya 12 milyard 58,3 milyon manatı milli valyutada, 30,2% və ya 5 milyard 213,8 milyon manatı xarici valyutadadır. Mərkəzi Bank xəbər verir ki, fiziki şəxslərin əmanət portfelinin 63,6% və yaxud 10 milyard 979,9 milyon manatı müddətli əmanətlərdən ibarətdir. Fiziki şəxslərin müddətli əmanətləri aprel ayında 2,1% və ya 221,9 milyon manat, tələbli əmanətləri 7,9% və ya 462 milyon manat artıb. 2026-cı ilin aprel ayında bank sektoru üzrə unikal müddətli əmanətçi sayı 1%, 2163 əmanətçi, ilin əvvəlindən 8%, 15498 əmanətçi artaraq 209,6 min nəfər təşkil edib. Valyuta məzənnələri. Mərkəzi Bankın məlumatına əsasən 1 dollar 1 manat 70 qəpik, 1 avro 1 manat 98 qəpik, 10 Türkiyə lirəsi 37 qəpiyə mübadilə olunur. Əmtəə bazarı. Dünya bazarlarında Azərbaycan neftinin 1 bareli 100 dollar 57 sent təşkil edir. Qızılın bir unsiyası 4540 dollardır. Hörmətli dinləyicilər, eləcə də bizi YouTube və Facebook vasitəsilə izləyən tamaşaçılar, həftənin əsas iqtisadi xəbərlərini diqqətinizə çatdırdım. İndi isə verilişimizi studiyamızın qonağı ilə davam edirik. Studiyamızın qonağı Kənd Təsərrüfatı tabeliyində Aqrar Tədqiqatlar Mərkəzinin direktor müavini Namiq Şalbozovdur. Namiq müəllim, xoş gördük sizi studiyamızda. Xoş gördük Orxan bəy. Və bugün biz Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirəni müzakirə edəcəyik. Elə ilk sualım da bununla bağlı olacaq ki, ümumiyyətcə bu müşavirənin əhəmiyyəti nədən ibarətdir? Fikrinizcə bu müşavirənin keçirilməsi aqrar sahənin gələcək inkişafına hansı töhfələr verəcək? Təşəkkür edirəm suala görə və ümumiyyətlə bu aktual mövzuya həsr olunmuş verilişə görə. Müşavirəyə biz əgər ümumilikdə 2 hissədən ibarət edir müşavirə, belə qlobal baxsaq. Bəli. Birinci cənab prezidentin giriş nitqi və daha sonra da Kənd Təsərrüfatı naziri Məşhur Məmmədovun dövlət proqramı ilə bağlı çıxışı. Deməli, cənab prezidentin giriş nitqində, çıxışında biz əgər fikir versək, ümumilikdə cari vəziyyətimiz çox gözəl təhlil edilir, qarşıda duran mövcud problemlər göstərilir, eyni zamanda da bu problemlərlə yanaşı da əldə edilmiş inkişaf
istiqamətlərdə göstərilir ki, hansı istiqamətdə görülən işlər öz bəhrəsini verir və nəticələr nədən ibarətdir. Və təbii ki, bununla yanaşı da problemlər göstərilir və həmin problemlərin həllinə fokuslanmış qarşıya məqsədlər qoyur, hədəflər müəyyənləşdirir və tapşırıqlar verilir. Tamamilə doğru olaraq qeyd edildi ki, ilkin yəni ölkənin strateji hədəflərindən biri ölkədə ərzaq təhlükəsinin təmin edilməsidir və daha sonra əgər biz verilən tapşırıqlara fikir versək ölkə rəhbəri tərəfindən tapşırıqlar nədən ibarətdir? Ölkədə ən əsas olan torpaq su resurslarından səmərəli istifadə, logistika sisteminin inkişaf etdirilməsi, kənd yerlərinin inkişaf etdirilməsi, məhsuldarlıq göstəricilərinin yüksəldilməsi və ümumilikdə infrastrukturun təkmilləşdirilməsi, kənd, şəhər arasında o fərqlərin azaldılması. Və dövlət proqramı da təbii ki, həmən hədəflərə, tapşırıqlara uyğun formada dizayn edilmişdir. Ümumilikdə, yəni müşavirənin sualınız bundan ibarət oldu ki, əhəmiyyətindən. Yəni müşavirə kənd təsərrüfatının qarşıdan gələn hələlik 26-30-cu illər üzrə kənd təsərrüfatının ümumi şəkildə dizaynı baxımından hansı tədbirlər, nə vaxt, necə yerinə yetirilməlidir, dizaynı baxımından bir növ yol xəritəsi oldu. Əhəmiyyət kəsb edir. Bəli, zaten dövlət proqramıdır və ən əsas da Cənab nazirin də çıxışında sonunda qeyd etdiyi kimi bu dövlət proqramının əsas əhəmiyyəti də ondan ibarət olacaq ki, 2030-cu ilə kimi bəli hədəflər müəyyənləşib və hədəflərə nail olunacaq. Amma bu dövlət proqramının özəlliyi ondan ibarətdir ki, dövlət proqramının effektləri hətta 30-cu ildən sonraki dönəmdə də öz bəhrəsini verəcəkdir və inşallah biz bunun şahidləri olacağıq. Keçək növbəti suala. Bitkiçiliyin inkişafı ilə bağlı fikirlər səsləndi. Dövlət başçısı da, elə nazir Məcid Məmmədovun özü də fikirlər səsləndirdi. Dövlət başçısı xüsusilə vurğuladı ki, taxılla bağlı məsələ 55% özümüzü təmin edirik və bildirdi ki, bu rəqəm azdır, bunu artırmaq lazımdır. Bununla bağlı fikirlərinizi öyrənmək istəyirik. Bir də ki, daha bir fikir var idi ki, digər məhsulların, bitkiçiliyə aid məhsulların xarici bazarlara ixrac məsələsi və ixracın coğrafiyasının genişləndirilməsi məsələsi. Bəli, təşəkkürlər. Tamamilə doğrudur. Hazırda bizdə buğday üzrə özünü təmin etmə səviyyəsi arzu olunandan daha aşağıdır. Bu hardasa 55% ətrafındadır. Amma qeyd etdim ki, dövlət proqramında bizdə hədəf qoyulub. Xüsusilə dediyimiz kimi daim əslində bu dövlət proqramının özəlliyi nədən ibarətdir? Burada bütün tədbirlər torpaq su resurslarından səmərəli, effektiv istifadəyə fokuslanmış tədbirlər olacaqdır. Ona görə də biz dövlət proqramı çərçivəsində qarşıdan gələn illərdə buğda üzrə ixtisaslaşmış, yəni buğdanın istehsalının daha effektiv olduğu rayonlar üzrə buğdanın dəstəklənməsi, buğda istehsalının dəstəklənməsi hədəflənir. Təbii ki, digər rayonlar da burada diqqətdən kənar qalmayacaq, amma yəni həmin rayonlar daha çox fokusda olacaq, belə deyək. Hazırda ölkədə orta hesabla 3,2 tondur buğdanın məhsuldarlığı və müasir suvarma sistemlərinin tətbiqi, suvarma infrastrukturunun təkmilləşdirilməsi, dövlət dəstəyi mexanizmlərinin genişləndirilməsi sayəsində biz hədəfləyirik ki, həmin rayonlarda buğda üzrə məhsuldarlıq göstəricisini 5 tona qaldıraq. Bu isə orta hesabla ölkədə buğda istehsalının 20%. Bəli, tam hazırda yeri gəlmişkən sizə deyim ki, müasir suvarma sistemlərinin tətbiqi ilə buğda istehsal edilən təsərrüfatlarda, sahələrdə məhsuldarlıq hətta 6-7 tondan da yuxarıdır. Yəni biz ona görə ortalama çox
daha yüksək təbii ki hədəfdir, amma yəni ortalama ona görə 5 ton götürmüşük. Yəni innovativ həllər tətbiq etməklə məhsuldarlığı artırmaq Bəli, həm niyyətindəsiniz. toxumçuluq, həm suvarma sistemləri, həm o texnoloji proseslərin təkmilləşdirilməsi sayəsində bu yəni əldə edilə bilən bir göstəricidir və ümumilikdə ölkədə buğda istehsalının 20% artırılması hədəflənir. İxracla bağlı fikirlərinizi istərdim. İxrac, bəli. İxracın diversifikasiyası təbii ki, bu da diqqət mərkəzində olan məsələlərdən biridir. Hazırda bizim əsas ixrac olunan kənd təsərrüfatı məhsullarımız təbii ki, meyvə tərəvəzdir və əsas bazarımız da Rusiya və digər MDB ölkələrdir. Bizim əsas hədəf bazarlarımız alternativ bu Avropa və Körfəz ölkələridir. Bəli. Burada da əsas məsələ nədən ibarətdir? Keyfiyyət baxımından bizim məhsullarımız digər məhsullara uduzmur. Qiymət baxımından da bizim məhsullarımız rəqabət qabiliyyətlidir. Sadəcə burada sertifikatlaşma, yəni o keyfiyyətin hüquqi cəhətdən təsdiqini verən bir sənədin olmasıdır. Bu istiqamətdə də işlər gedir. Yəni sertifikatlaşma məsələsinin həlli bu ixrac bazarlarına bizim çıxışımızı daha da asanlaşdıracaq. Bir məqamda qeyd etmək istərdim ki, coğrafi olaraq da Azərbaycan əslində əlverişli bir nöqtədə yerləşir bu ixracın diversifikasiyası üçün. Çünki Azərbaycan məkan olaraq həm cənub, şimal-cənub marşrutlarının üzərində yerləşir, həm də ki şərq-qərb marşrutlarının üzərində yerləşir və buna görə də logistika və nəqliyyat sistemləri bizə imkan verir ki, rahatca həm Avropa, həm də ki Körfəz, həm də digər ölkələrin bazarlarına çıxış əldə eləyək. Namiq müəllim, bitkilikdən danışdıq. İstərdim heyvandarlıqla bağlı da fikirlərinizi öyrənək. Ümumiyyətcə heyvandarlıq belə də istiqamətinin qarşısında duran məqsədlər hansılardır? Heyvandarlıqda da əslində bitkiçilikdə olduğu kimi ekstensiv inkişaf imkanlarımız ümumiyyətlə artıq tükənmək üzrədir. Yəni ölkə daha çox məhsul istehsal etmək üçün daha çox ərazi lazım olduğu kimi, daha çox heyvan saxlamaq üçün də daha çox otlaq biçənəklərə ehtiyac olur. Yem ehtiyatlarının formalaşmasına ehtiyac olur. Ona görə də mütləq şəkildə heyvandarlıqda da biz intensiv modellərə, təsərrüfatçılıq modellərinə keçid etməliyik və bu da haqlı olaraq hədəflərdən biridir. Və biz hazırda bizdə ümumi heyvandarlıqda sürü dövriyyəsində cins heyvanların xüsusi çəkisi çox aşağıdır. Bu 2-3% ətrafındadır. Və dövlət proqramı çərçivəsində dövlətin dəstək mexanizmləri ilə biz həmən cins heyvanların ümumi sürüdə xüsusi çəkisinin təxminən 10%-ə çatdırılmasını hədəfləyirik. Bir şey də qeyd edək ki, cənab nazir də müşavirədə çıxışında qeyd etdi. Bir heyvandan, cins heyvanın alınan, misal üçün südün həcmi adi heyvanlardan bir neçə dəfə daha yüksəkdir. Yəni o xüsusi çəkinin 10% ola bilər ki, kiçik görsənsin, amma 10%-ə çatdırılması bu minlərlə heyvan deməkdir. Bu ona görə də minlərlə heyvanın dəfələrlə artıq süd istehsalı təbii ki, sonda qarşıya qoyulan hədəflərə nail olunmasına öz töhfəsini verəcəkdir mütləq şəkildə. Və istərdim dövlət proqramı haqqında da danışaq. Belə ki, Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2006-2030-cu illər üçün dövlət proqramı artıq təsdiqlənibdir və istərdim onun əsas məqsədləri və prioritet istiqamətləri haqqında danışasınız bizim üçün. Əsas məqsədlər əslində müşavirədə də qeyd olunmuşdur. Ən əsas məqsəd ölkənin ərzaq təhlükəsinin təmin edilməsinə töhfə vermək. Bu birincidir. İkinci, burada yəni ardıcıl əgər saysaq, torpaq su resurslarından effektiv istifadədir. Təbii ki, daha sonra məhsuldarlığın yüksəldilməsi və kənd yerlərində, həm də şəhər yerlərində əhalinin rifahının yüksəldilməsi, kənd yerlərində əhalinin gəlirlərinin artırılması, kənd təsərrüfatının ümumilikdə intensiv
təsərrüfatçılıq modelinə keçidinin təmin edilməsi, yəni ən əsas məqsədlər bundan ibarətdir ki, yəni ən əsasdakı dediyim kimi ərzaq təhlükəsinin təmin edilməsi. Bütün bunlarla bağlı təbii ki, dövlət proqramı çərçivəsində konkret hədəflərə yönəlmiş, istiqamətlənmiş tədbirlər müəyyənləşdirilmişdir. Həmin tədbirlərin icrası nəticəsində 2030-cu, 26-30-cu illər üzrə orta illik artımın kənd təsərrüfatı üzrə ən azı 2% təşkil edəcək proqnozlaşdırılır. Eyni zamanda da kənd təsərrüfatı, balıqçılıq və emal məhsullarının ixracının həcmi illik 6% artacaq. Yəni həmin tədbirlərinin icrasının nəticəsində. Torpaqlar haqqında danışdınız, torpaqların səmərəli istifadəsi və müşavirədə də bu fikir səsləndi ki, yəni həmin torpaqların təkrar monitorinqini aparmaq lazımdır ki, müəyyən eləyək ki, hansı torpaqlar nə üçün daha yararlıdır. Yəni bir növ elmi yanaşmanı dəyişdirmək qarşıya bir məqsəd qoydu. Ümumiyyətlə bu istiqamətdə hansı işlər görülür və görülməsi nəzərdə tutulur? Ümumilikdə doğrudur. Burada məhdudlaşdırıcı bir amil vardır ki, torpaqların doğru istifadəsini məhdudlaşdıran bir dənə amil vardır ki, burada dövlət çox müdaxilə edə bilmir. Çünki torpaqlar özəl torpaqlardır. Yəni dövlət olaraq Kənd Təsərrüfatı Nazirliyi, ümumiyyətlə dövlət qurumları əsasən tövsiyə verə bilər və digər stimullaşdırıcı dövlət mexanizmləri amma yenə də araşdırıb tövsiyə verə bilər və bəli və bu istiqamətdə də iş gedir əslində. Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Xidmətlər Agentliyi vardır ki, hər il bütün bölgələrdə təlim və konsalting xidmətləri göstərir. Bütün fermer, o cümlədən də Kənd Təsərrüfatı Nazirliyinin regional idarələri deyək, Dövlət Aqrar İnkişaf Mərkəzləri var hər bir inzibati rayonda. Həmən mərkəzlər də mütəmadi olaraq fermerlərlə həm subsidiyanın istiqamətləri üzrə, həm də əkin istiqamətləri üzrə fermerlərlə birbaşa işləyirlər. Digər tərəfdən də torpaqların daha səmərəli istifadəsinə gəldikdə burada ixtisaslaşma mütləq şəkildə nəzərə alınmalıdır. Cənab Prezident də bunu qeyd etdi. İxtisaslaşmanın təmin edilməsi ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi hazırda nə eləyir desək, bu nazirlik bunu subsidiya mexanizmi vasitəsilə tənzimləməyə çalışır. Çünki müəyyən məhsullar var ki, onlar konkret rayonlarda hansı məhsulun subsidiyalaşdırılması ilə bağlı Subsidiya Şurası tərəfindən qərar qəbul edilir və hər il bu elan edilir. Buna uyğun da subsidiya mexanizmi tətbiq edilir və bu təsirlərini göstərməkdədir. Gələcəkdə proqram çərçivəsində bu istiqamətdə işlərin davam etdirilməsi təbii ki, planlaşdırılır. Bunlarla yanaşı da hazırda kənd təsərrüfatının əsas problemlərindən biri olan fraqmentləşmə problemi mövcuddur ki, Azərbaycanda torpaq parselləri kiçikdir və bu da məsələn aqrotexniki tədbirlərin həyata keçirilməsi zamanı müəyyən məhdudiyyətlər yaradır ki, məsələn, taxıl yığımı vaxtıdır. Kombayn hər hansı bir rayona və yaxud da kəndə getməlidir. Kəndin əkin sahələrini biçməlidir. Burada 100 hektardır ümumilikdə ərazi. Amma bir neçə nəfərin arasında bölünübdür. Bəli, və bu 200 misal üçün məsələn deyirəm ki, 50 və yaxud da 200 nəfər arasında bölünmüş bir xırda bir yerlərdir və həmin biçilməli sahələr həm sərhəd sahələr deyil. Biri məsələn ümumi 100 hektarın sol tərəfindədir, biri sağ tərəfindədir, biri ortadadır. Və kombayn üçün və artıq məsrəfdir də bir. Bəli, yəni o maraqlı olmur əslində iqtisadi baxımdan ki, kombayn getsin orada o biçin proseslərini həyata keçsin. Buna görə də proqram çərçivə, dövlət proqramı çərçivəsində konsolidasiya ilə bağlı tədbirlərin həyata keçirilməsi planlaşdırılır ki,
burada yalnız parsellərin birləşdirilməsi, böyük sahələrin əmələ gətirilməsi, yaradılması deyil, eyni zamanda da suvarma sistemlərinin tətbiqi ilə bağlı tədbirlər, təsərrüfat daxili suvarma şəbəkələrinin formalaşdırılması ilə bağlı tədbirlər də nəzərdə tutulur ki, inşallah əminik ki, bu pilot olacaq. Amma Və artıq 2 rayon da seçilibdir mən bildiyim. bəli, tamamilə doğrudur. Salyan və Qəbələ rayonlarında bu planlaşdırılır pilot layihələr kimi. Artıq nəticələrini bilirsinizmi? Bu bir ilkin olacaq. Burada həm hər şey planlaşdırılsa da o icra prosesində biz yeni bir şeylər də öyrənə bilərik ki, daha təkmil formada necə həyata keçmək olar. O öyrəndiyimiz təcrübəyə əsaslanaraq inşallah gələcəkdə digər rayonlar üzrə də müvafiq olaraq tədbirin həyata keçirilməsi nəzərdə tutula bilər. Aha. Və sonuncu sualım Namiq müəllim, deməli subsidiyalardan danışdınız. Ümumiyyətlə istərdim sizdən öyrənək aqrar sahəyə dövlət dəstəyi və özəl sektorun marağının artırılması istiqamətində hansı işlər görülüb və görülməyə nəzərdə tutulur? Nəzərə alsaq ki, müşavirədə də rəqəmlər səsləndirildi. 5 milyard manatdan çox investisiya tələb olunur. Onda yəni dövlət və özəl arasında bölgüsü aparılacaq. Tamamilə doğrudur. Cənab Prezident də müşavirədə qeyd etdi. Bu dövlət proqramının ümumiyyətlə kənd təsərrüfatının inkişaf etdirilməsindən danışarkən biz özəl sektorun, biznes subyektlərinin iştirakı olmadan bunu təsəvvür etmirik. Təbii ki, özəl sektorun inkişafı burada vacibdir və dövlət bu vaxta kimi dövlət nə edir? Bu vaxta kimi dövlət əslində kənd təsərrüfatı ilə bağlı subsidiya mexanizmimiz vardır. Bilirsiniz, məhsullar üzrə subsidiya tətbiq edilir. Bundan yanaşı kənd təsərrüfatı texnikası, o cümlədən suvarma qurğuları, avadanlıqları sistemlərinin alışı zamanı onların qiymətinin 40%, dəyərinin 40% dövlət tərəfindən qarşılanır. Yəni bu artıq böyük bir göstəricidir məncə. Eyni zamanda da cins heyvanların alışı zamanı onların dəyərinin 60% dövlət tərəfindən ödənilir. Hətta orada əhəmiyyətli bir hissə də dəyərin dövlət tərəfindən güzəştli kredit kimi sahibkarlara təqdim edilir ki, hissə verilsin. Hətta orada da ilkin ödəniş göstəriciləri vardır ki, çox kiçik bir hissələrdir, 15-20% civarında. Bunlarla yanaşı kənd təsərrüfat məhsulları istehsalçıları üçün güzəştli kreditlər də tətbiq olunur. Burada da güzəşt periodu müəyyənləşmişdir ki, həmin dövrdə yəni da güzəştli şərtlərdən bəhrələnə bilirlər bizim sahibkarlarımız. Ümumilikdə bununla yanaşı həm dövlət proqramında da bundan bağlı var və planlarda da var ki, artıq həyata keçirilir. Aqroparklar yaradılır. Cənab Prezident də qeyd etdi. Aqroparkların yaradılması xüsusilə də taxılçılıqda əhəmiyyəti vardır. Bəli. Aqropark nədir? Aqropark əslində xüsusi imtiyazlı bir ərazidir və həmin ərazidə istehsal prosesi ilə məşğul olan biznes subyektlərinə, rezidentlərə xüsusi bir dəstək mexanizmləri tətbiq olunacaqdır ki, bu istiqamətdə də Kənd Təsərrüfatı Nazirliyində hazırda iş gedir. O dövlət dəstək mexanizmləri hansı formatda, hansı həddə olmalıdır, bununla bağlı işlər gedir. İnşallah tezliklə bununla bağlı da bizim açıqlamalarımız olacaqdır. Buna yanaşı dövlət proqramı çərçivəsində 5,9 milyard manat vəsaitin investisiya kimi qoyulması gözlənilir. Siz doğru dediniz. Bunun təxminən 2,2 milyard manatı dövlət dəstəyi kimi nəzərdə tutulur. Qalan 3,7 milyard manatı isə özəl sektor tərəfindən yatırılması gözlənilir. Burada da təbii ki, burada mən düşünürəm ki, həmin investisiyalarda da güzəştli kredit mexanizmləri və s. tətbiq olunacaqdır ki, özəl sektorun marağının cəlb olunması təmin olunsun. Namiq müəllim, təşəkkür edirəm ətraflı cavablarınız üçün. Minnətdaram vaxt ayırıb studiyaya gəldiyinizə görə.
Çox sağ olun. Sağ olun. Xatırladım ki, studiyamızın qonağı Kənd Təsərrüfatı Nazirliyi tabeliyində Aqrar Tədqiqatlar Mərkəzinin direktor müavini Namiq Şalbozov idi. Bununla da İqtisadi Həftə verilişimiz sona çatır. Facebook və YouTube-da bizim CBC FM Azərbaycan səhifələrinə abunə olmağı unutmayın. Sağ olun.